Salam, hər vaxtınız xeyir olsun. Mən Seyhun Saatov, rəqəmsal marketinq mütəxəssisi. Sizlərə söz verdiyim o möhtəşəm və daha doğrusu pulsuz olan Google reklamlarının ilk videosunda qarşınızdayıq. Buradan sizdən xahişim budur ki, bu kimi videoların daha çox izlənməsi və daha çox qarşınıza çıxması üçün bu videonu like edin və takib atın və orada bildirim zilini də aktivləşdirməyi unutmayın ki, bu kimi videolarla, yəni yeni videolar çəkdiyim zaman bu bildirişlərdən xəbərdar olarsınız. Keçdik indi bu günləri Google reklamlarımıza. Bildiyiniz kimi demişdim ki, Google reklamları təxminən 70-75 video civarında olacaq. Bu bizim Google reklamlarla bağlı ilk videomuzdur. Birinci mövzumuz Google Ads nədir və kimlər niyə istifadə etməlidir? Yəni bu slaydımızda 5 başlıqdan istifadə edəcəm, hansı ki, yəni bəhs ediləcək mövzular bunlardır. Birincisi, bu təlim kimlər üçündür? Başlanğıc təcrübəsi tələb olunurmu? Bunu qeydim ki, bu təlim yəni sıfırdan olduğu üçün, yəni Google Ads-lə anlayışı olan şəxslər, yəni biraz ümumi Google Ads-in nə olduğunu bilənlər, nə üçün istifadə olduğunu bilənlər üçün ola bilsin bu ilk videomuz bir balaca sıxıcı ola bilsin. Çünki niyə? Buradan sıfırdan başladığımız üçün, yəni bu videoya baxıb sonunda bu videonu bitirən hər kəs, yəni Google Ads-də bütün nələr var, nə kampaniyaları var, Google Ads nə üçündür, bu hansı bizneslər üçün uyğundur deyə hər şeyi sıfırdan biləcəklər. İkincisi, təlimin məzmunu necə formalaşacaq? Burada mən həm sizlərə, belə deyim, nəzəri biliklər ötürəcəm, nəzəri biliklərlə bərabər praktiki biliklər də olacaq. Amma ilk başda nəzəri bilik önəmlidir ki, biz bilək ki, Google Ads nədir, nə üçündür, bu harada istifadə edilir, bunu bilməyimiz önəmlidir. Bundan sonra Google Ads nədir və necə işləyir? Yəni Google Ads-in işləmə prinsipini öyrənəcəyik burada. Google Ads-dən istifadə edərkən biznesinin satışları necə artıra bilərsiniz? Yəni burada demək olar ki, əsas önəmli mövzulardan biri budur ki, yəni biz bir platformaya pul xərcləyiriksə, yəni %100 biz burada bir xeyrimiz olmalıdır. Yəni bu fərq etmir. Google Ads olsun, TikTok Ads, Meta Ads, LinkedIn Ads və s. Google Ads məsləhətçisi olaraq, yəni buna rəqəmsal marketinq mütəxəssisi deyilir bizdə. Öz biznesinizi necə qura bilərsiniz və bu da öz işini, yəni internet üzərində daşımaq istəyənlər üçün əla bir fürsətdir. Təlimlər kimlər üçündür və təcrübə lazımdırmı? Bəlkə qeyd etdiyim kimi bu təlim həm yerli, yəni Azərbaycanda olan bizneslər üçün, həm də ingilis dilisi yaxşı olan, rus dilisi yaxşı olan və digər dilləri yaxşı olan şəxslər üçün xarici şirkətlərlə işləyib, özlərində, belə deyim, özünü inkişaf etdirərək daha çox bu kimi reklamlar edə bilər. Ümumiyyətlə, bu təlim korporativ və ya yerli bizneslər, yəni fərq yoxdur, şəxs də ola bilər, korporativ bir biznes də ola bilər. Bunlar üçün Google Ads məsləhətçiliyi vermək istəyən şəxslərin inkişafı üçün təqdim olunan bir videodur. Yenə qeyd etdiyim kimi, bu təlim başlanğıc səviyyə üçündür. Yəni, ola bilər, biraz Google Ads-dən anlaşılı olanlar biraz bura sıxıla bilsin. Təlimin sonunda isə Google Ads-in bütün sertifikatlarını almaq imkanı olacaq. Ən son videoda mən bir link qeyd edəcəm. Oradan siz bütün sertifikatları əldə bilərsiniz. Mən demək olar, bütün sertifikatı almışam. Prosta ki, paylaşımlarını etməmişəm. Gerək paylaşımlarını edim. Yəni, bu videonu bitirdikdən sonra Google Ads-in də təxminən misal üçün deyirəm, 50-yə yaxın, çünki Google Analytics-in də öz sertifikatları var. Ads-in sertifikatları var. Gündəmdə yeni AI ilə bağlı bir çox sertifikatlar var. Yəni, bunları da alaraq siz əsl rəqəmsal marketinq mütəxəssisi olaraq İstəsəniz onlayn şəkildə fəaliyyət göstərə və yaxud da ki, hər hansı bir şirkətdə, korporativ bir şirkətdə rəsmi Google Ads və ya ki, ümumi rəqəmsal marketinq mütəxəssisi olaraq da rahatlıqla fəaliyyət göstərə biləcəksiniz. Təlimin məzmunu, burada Google Ads haqqında məlumatları verdik demək olar ki, və ümumiyyətlə Google Ads-də reklamlardan əvvəl hazırlıq lazım. Necə ki, bir futbolçular futbola başlamışlar, əvvəl nə edirlər? Bir təlimlər keçirirlər, hazırlıqlar keçirirlər ki, futbol zamanı rahat olsunlar. Yəni biz də ümumiyyətlə reklam başlamazdan əvvəl Google Ads-in hələ ki texniki hazırlıqları etmək lazım. Çünki niyə? Texniki hazırlıq dediyim zaman buradan Google Ads hesabının açılması olsun, Google Analytics-lə əlaqələndirilməsi olsun, Tag Manager olsun, Google Search Console olsun ki, bu kimi alətlərlə bir-birinlə əlaqələndirilməsi %100 lazımdır ki, biz çünki bunu əvvəlcə etməliyik. Bunu etmədiyimiz təqdirdə, burada nə etmişəm, yəni Google Ads-də əsasları, təməlləri və Google Ads reklam optimizasiyaları. Biz bunu etmədiyimiz təqdirdə, yəni bu bağlantıları qurmadığımız təqdirdə bizdən belə deyim,
nəticələri görə bilməyəcək. Çünki niyə? Google Ads-də biz ilkin olaraq reklam yığdığımız zaman, reklamdan gələn nəticə analizləri görmədiyimiz zaman bizim reklamımız əslində uğurlu saymır. Çünki biz nəticələrə baxmalıyıq ki, reklamımız neçə nəfərin qarşısına çıxdı, neçə tıklama oldu və neçə dönüşüm gəldi bizdən, nə qədər pulumuz xərcləndi. Bu kimi bütün nüansları görməliyik ki, yəni yığdığımız reklamlar da bizim üçün, yəni misal üçün deyirəm, onlayn bir Google Ads üzrə biz çalışırsınız siz və bir şirkətdə reklam yığmışsınız. Reklamda rəhbərlik deyir ki, hə, bunu analizini də göstər. Biz bunu Google Search Console, Google Analytics üzərindən analizlər vermədiyimiz təqdirdə şirkət də baxacaq ki, yəni bu mən nə qazandım, yəni qazancım nə oldu burada? Ona görə də bu kimi əvvəlki hazırlıqlar önəmlidir. Və bu da qeyd Google Ads-in analitik alətləri, hansı ki Google Analytics-dir. Bu çox effektiv bir alətdir ki, burada biz səhifələrimizə keçirilən vaxtları, yəni bir çox şeyləri də insanlar haqqında olan məlumatlar olsun, səhifəmizə gəlişmə saatları olsun, yəni demokratik bilgilər, bir çox məlumatlar buradan ala bilirik. Tag meneceri isə biz tag menecerə elə bir ki, əmrlər veririk. Bu əmrlər vasitəsilə səhifəmizdə olan bütün məlumatları Google Analitikə və ya tag menecerinin üzərindən izləyə bilirik. Search Console isə Analitikin bir az alt versiyası kimi düşünsək, daha biraz az analiz apara biləcəyimiz bir yerdir. İndi bunların da hər biri haqqında detallı videolarımız olacaq inşallah. Orada hər biri haqqında məlumat verəcəm. Və digər başlığımız Google Ads nədir, necə işləyir? Ümumiyyətlə Google Ads dünyanın ən böyük, hal-hazırdakı statistikalara görə dünyanın 3-cü ən böyük bir platformasıdır. Və demək olar ki, Google Ads-in qazancının 90% Google Ads, yəni ümumiyyətlə Google-un qazancının 90% Google Ads reklamı, Google bildiyimiz kimi bir holding kimi düşünsək, onun altında Google Translate var, bilməm Google Ads var, misal üçün onun başqa Google-un AI-ləri falan var, yəni bir çox hissələrə falan bölünür. Onlardan biri də ən çox qazancının olduğunu, rəsmi açıqlamasına görə Google Ads, yəni reklamlar üzərindən olduğunu göstərmişdir bizə. Bax, burada qeyd etmişəm ki, hansı ki Google Ads-in 100-dən çox xidmət arasında Google Ads-in ümumi gəlinin 93%-ni bilsən təşkil edir. Ümumiyyətlə, Google Ads-də biz bəzi reklamlardan tanış olacağıq. Burada hansı ki reklamlarda bəziləri axtarış reklamlarıdır, görüntülü reklamlarıdır, video reklamlarıdır. Gəlin bunları mən sizə ümumiyyətlə hissə-hissə göstərim ki, bu reklamlar nələrdir və necədir. Misal üçün biz burada Rent-A-Car deyə bir axtarış edək. Baxın, gördüyünüz kimi Rent-A-Car axtarışında bizim qarşımıza belə bir səhifə çıxdı. Bu səhifədə biz hal-hazırda nəyə görürük? Google Ads-in axtarış reklamlarıdır. Biz axtarış yazdığımız zaman bu reklamların çıxması və burada misal üçün görə bilərsiniz ki, bəzi yerlər ingilis dilində yazılır, bəzi yerlər misal üçün sürətli, qeydiyyat, etdirmə, servis dəstəyi, bəzi yerlər Azərbaycanda yazılır. Hətta bəzi yerlərində də ümumiyyətlə görə bilərsiniz ki, əldən istifadə olunur, hərfindən istifadə olunur. Bu isə Google Ads-in bizim dilimizi tam olaraq anlamadığı bir problem olduğuna görə təəssüf ki, biz bu kimi problemə yaşaya bilirik. Burada bu axtarış motor reklamlarıdır. Hansı ki, yəni axtarışda yazdığımız zaman bizim qarşımıza çıxan reklamlardır. Başqa yemək sifarişi deyə axtarış verək. Görünəcək reklamı. Belə çıxır, gözəl. Biz yemək sifarişi axtardığımız zaman, misal üçün, Volt'un reklamını, baxın, görürüz, sponsorlu bir reklamdır. Və burada endirim promo kodu verir. Baxın, bunu deyirdim ki, bu kodu ilə ilk sifarişdir. Baxın, E-ləri görürsünüz. Niyə E-ləri edir? Çünki E hərflərini bəzən olur ki, Google Ads bizə dəstəkləmir. Yəni, dəstəklənməyən dil xətası kimi qəbul etdiyinə görə biz məcburuq ki, yəni bu kimi E və Ə bəzən Ş hərfləri dəstəkləmədiyi üçün bəzən bu xidmətləri ilə bu hərfləri dəyişdirmək məcburiyyətində qalırıq. Bundan əlavə, bəzən daha çox demək mən arama reklamlarını göstərdim sizlərə. Sonra görüntülü reklamlar var. Görüntülü reklamlar ümumiyyətlə nədir? Bundan sonra ikinci görüntülü reklam ağımız idi. Hansı ki, burada misal üçün mən bir dənə sayta daxil oluram. Baxın, sayta daxil olduğumuz zaman görürsünüz. Burada bir çox reklamlar çıxır qarşımıza. Bu da əlbəttə ki, bu saytın əvvəlcən Google Ads ilə anlaşmalı bir reklam olmalıdır. Çünki baxın, burada bir reklam çıxdı. Bu tərəfdə bir reklam çıxdı. Mən nə qədər getsəm belə o reklamlar hal-hazırda burada qalır. Yəni bu kimi reklamlara, görüntülü reklam ağlarına daxil olurum. Ondan sonra burada biz video reklamları. Video reklamlara bildiyimiz kimi YouTube-un daxilində olan reklamlardır. Bu
atlana bilir reklamlar ola bilər, video içi reklamlar ola bilər, feed daxil reklamlar ola bilər. Və ya ki YouTube-a daxil olduğumuz zaman kənarda biz görə biləcəyimiz bir reklam da növ ola bilər. Tətbiq reklamları isə hər hansı bir tətbiqimizin, yəni App Store-dan, Play Store-da açmış tətbiqin birbaşa reklamlarıdır. Bunu daha çox biz Facebook Ads-lərə, yəni Meta Ads-lərə görmüşük ki, ümumi, yəni tətbiq reklamlarını. Bəli, bundan əlavə də Gmail reklamları isə bildiyimiz kimi Gmail üzərindən reklamların verilməsidir. Bu da hansı ki Google Ads-in bir reklam növüdür. Google Ads istifadə edərkən biznesinizin satışlarını necə artıra bilərsiniz? Ümumiyyətlə, nə qədər yüksək trafiyə, nə qədər saytımıza yüksək izləyici gəlsə, çox izləyici gəlsə, bu da bizim satışımızı bir o qədər artırmış olur. Hədəf kütlənin təyin edilməsi, bunun üçün biz ilk öncə analizlər aparmalıyıq. Misal üçün deyirəm, hər hansı bir klinika ilə həmsərçilik edirsiniz. Burada hədəf kütləsini bilməlisiniz ki, bu klinikanın hədəf kütləsi hansıdır. Hədəf kütləsi ola bilər ki, misal üçün deyirəm, sırf implant sahəsi hədəf kütləsidir və ya ki, sırf zirkondur və digər sahələr ola bilər ki, burada həmçinin maraq sahələri də önəmlidir, yaş sahəsi də önəmlidir. Yəni bir çox məlumatlar önəmlidir. İki hədəf kütləsi detal şəkildə analiz edə bilərsiniz. Yenidən hədəfləmələrin gücü bu remarketing deyilir və ya retargeting deyilir. Bu kimi nüanslar var burada. Bu nədir? Bu, yəni biz bir reklama çıxdıq, reklamdan analizlərimizi aldıq və baxdıq ki, buradakı şəxslər, yəni buradakı hədəf kütlə həqiqətən bizim reklamlarımızda çox effektiv oldu. Və hər hansı bir yeni kampaniya etdiyimiz zaman custom audience da deyilə bilər və ya lookalike da deyilə bilər. Custom-da yəni yenidən həmən hədəf kütləyə reklam çıxırıq və ya ki, həmən kütlənin lookalike edirik, yəni necə buna oxşar 1%, 2% civarı oxşarlıq edərək yenidən reklama çıxa bilərik. Bu da nədir? Məlumatları oxumaq və təkmilləşdirmələr etmək. Bunu da remarketingdən sonra yəni baxdıq ki, yenə effektiv oldu. Yəni bu elə bir şeydir ki, yəni reklam verdiyimiz zaman bir çox faktor bizlərə təsir edə bilər. Yəni bu təkcə sizin reklamınızın effektivi deyil. Ola bilər siz reklamları möhtəşəm hazırlayırsınız. Amma müəssisədə misal üçün call center-da problem var və yaxud da ki, call center okey, yaxşıdır, müştərinin cəlbini gətirir, amma xidmətdə problem. Yəni bu ümumi reklamla təkcə belə deyim də, rəqəmsal marketing mütəxəssisinin reklam yığmaqdan getmir. Ümumi bütün proses zincirvaridir. Yəni reklam okey olub, call center problemi olsa, bu da bir qırılma baş verir. Reklam okeydir, call center də əladır və xidmət yaxşı deyilsə, bu da bir qırılma baş verir. Yəni ümumi rəqəmsal marketingdə qırılma olmamaq üçün, yəni bu bütün nüanslara diqqət etmək lazımdır. Yəni bu da o deməkdir ki, məlumatları oxumaq və təkmilləşdirmələr etmək lazımdır. Ən sonunda isə scaling effekti nədir? Yəni burada aşağı maliyyətlə yüksək qazanc əldə etmək prinsipidir. Yəni biz bütün şirkət daxili problemləri aşkar etdikdən sonra qazancımızı nə edirik? Yüksək tuta bilirik. Və Google Ads məsləhətçisi olmaq, yəni rəqəmsal marketing mütəxəssisi olaraq öz işimizi qurmağın nə kimi bizə effektləri var? Burada bazarı təşkil tərəf bax, bu nə deməkdir? Yəni misal üçün bir şirkət deyək ki, misal üçün 10 dənə şirkət rəqəmsal marketing mütəxəssisi axtarır və bazarda da 100 dənə mütəxəssis var. Və sən çalışmalısan ki, bu 10 nəfərin içərisində daxil ola bilərsən ki, ən azından bir şirkət sən özün götürüb orada işləyə bilərsən. Bunun üçün də yəni günü-gündən inkişaf edən AI var, günü-gün inkişaf edən yeni prinsiplər var ki, hər birini trend olaraq izləmək. Yəni rəqəmsal marketing mütəxəssisinin ən önəmli iş prinsipi budur ki, o dayanmalı deyil. Açıq yəni belə deyim. Çünki niyə? Günü-gündən yeni AI alətləri çıxır. Yəni videoların hazırlanması olsun, reklamlar təsirləri olsun. Yəni bu günlərim Google Ads-də yeni AI var ki, misal üçün birbaşa dinamik arama reklamlarla paralel olaraq da AI ilə sənin reklamlarına bir çox təsirlər edə bilir. Sonra bundan əlavə minimum 20% hesabının idarə edilməsi xərcləri. Yəni misal üçün hər hansı şirkətlərlə gedib müqavilə bağlı edərsən ki, mən sənə rəqəmsal marketinglə bağlı təlimat istəyəcəm və məsələlərini verəcəm, reklamlarını yığacam. Yəni 20% civarında qazancının mənə verilməsi kimi. Və ya ki, ortaq pay, yəni hər hansı şirkətlərlə şəriklərlə işləyə bilərsiniz rəqəmsal marketing kimi. Və rəqəmsal göstərilik də kimlər üçündür daha çox? Yəni 9-6 iş rejimindən yorulmuş şəxslər üçün ki, hansı ki öz işini internet üzərinə aparmaq istəyən şəxslər üçün ki, rəqəmsal göstərilik lazımdır. Burada yəni çox önəmli deyil Google Ads üzərindən rəqəmsal marketing mütəxəssisi olasınız. Yəni ümumi sosial media marketing mütəxəssisi ola bilərsiniz, Instagram üzərindən də. Yəni əslində bazarda bu gün çox ehtiyac var. Yəni sosial media menecer deyəndə əslində çox böyük yanlışmalar var. Yəni düzgün anlaşılmır bu şəxsin işi nədir, bu şəxs video çəkməlidirmi, bu şəxs yoxsa kontent hazırlanmalıdırmı? Yəni bir çox problemlər var. Həmçinin Google Ads reklamları da bu tərz bir şeydir ki, rəqəmsal marketing mütəxəssisi olmaq istəyən bir şəxs %100 Google Ads reklamlarını bilməlidir. Bununla paralel də Instagram Ads,
TikTok Ads, LinkedIn Ads və digər bütün platformalara aşı olmalıdır. Bəli, bugünlük videomuzun sonuna gəldik. Növbəti videomuz da 2-3 gün ərzində YouTube kanalımızda olacaq. Siz də bunun kimi belə deyim, free videolardan yararlanmaq istəyirsinizsə kanalımıza abunə olun, like atın və heç bir kursa pul ödəmədən bu kimi biliklərdən faydalanın. Gününüz uğurlu olsun, çox sağ olun. İzlədiyiniz üçün təşəkkürlər.